Davam edirik. Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclası keçirilib. İclasda sədrin seçilməsi, gündəliyin təsdiqi və işçi mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Eyni zamanda iclasın gündəliyinə uyğun olaraq İƏT Turizm Nazirlərinin 7-ci görüşünə hazırlıq məsələləri, 6-cı görüşdə qəbul olunmuş qərarların icra vəziyyəti, təsdiq üçün təqdim olunan sənədlər, eləcə də 2030-cu il üzrə İƏT Turizm paytaxtının müəyyənləşdirilməsi məsələləri nəzərdən keçirilib. İclasda həmçinin Turizm Nazirlərinin 7-ci görüşü çərçivəsində qəbul olunması nəzərdə tutulan Şuşa bəyannaməsinin layihəsi üzrə müzakirələr aparılıb və sənədin məzmunu ilə bağlı təkliflər irəli sürülüb. İl ərzində İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən turizm nümayəndələri, turizm industriyasının nümayəndələri Şuşa şəhərinə səfər edəcəklər, media nümayəndələri səfər edəcəklər və ilin sonunda yəqin ki, bağlanış mərasimi çərçivəsində bir ilin yekunlarına dair iclas da təşkil olunacaqdır. Ümumiyyətlə, nəzərə alaraq ki, dövlətimiz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığımızı mühüm və vacib hesab edir. Bildiyiniz kimi keçən zirvə görüşü məhz burada Şuşa şəhərində keçirilmişdi. Biz də turizm sahəsi olaraq sıx əməkdaşlıq aparırıq. Bu təşkilat çərçivəsində ilk dəfə Azərbaycanın təşəbbüsü olaraq turizm operatorlarının görüşü keçirilmişdir. İndi ənənəvi olaraq digər ölkələrdə artıq keçirilir. Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan olunması çərçivəsində Azərbaycan hökuməti və yerli qurumlarla birgə müxtəlif tədbirlər həyata keçiriləcək. Artıq Şuşanın turizm potensialının, təbii gözəlliklərinin və zəngin mədəni irsinin tanıdılması məqsədi ilə bir sıra mühüm tədbirlər planlaşdırılıb. Bu fəaliyyətlər il boyu davam etdiriləcək və şəhərin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək.